Qoyubsan Əhməd bəy? Hə? Yerləşdi zəhmət olmasa. Mən görüm. Əhməd bəy yazdı ki, Mahmud Abbas bu erməni qadını təzədən təsdiq edib. Bəli, 24-cü ildə qoymuşdu, 2024-cü ildə, amma təsdiq eləməmişdi fərmanla. İndicə fərmanla təsdiq elədi. Yazır ki, Rəmallahda Arsaq küçəsi də var. Əhməd bəy yazır. Arzuman bəy ki, Mahmud Abbas Serj Sarkisyanla dodaq-dodaqa öpüşürdü. Bəli. Bu da bizim müsəlman qardaşımız. Sabah da bizdən gileylənirlər. Bizdən narahat olurlar. Gəl görün bura zəhmət olmasa. Əhməd bəy yaxınlaşdır ekranda. Çox uzaqdır. Mənə baxın, bir də ona baxın da, görmürsünüz? Bəyənmə işarəsini vuraq dostlar. Vuraq, atıraq. Bəyənmə işarəsini atıraq. İki qonağımız var. Bu qonaqlarımızla danışandan sonra inşallah əlavə materiallarımı çatdırsam, onların hamısında mən sizin diqqətinizə çatdıracağım. Yaxınlaşdı değil mi? Əhməd bəy, hoş gəlibsiz, sabah gəlibsiz. Bizim vaxtımız bilirsiniz də azdır. Yəni qısa və konkret söhbət nədən gedir, nə məsələdir, Azərqazda nə baş verir? Deməli, əvvəla minnətdarlığımı bildirirəm ki, dəvət eləmisiniz. Çünki mən bilirəm ki, siz o çətinə düşənlərin əsas dayaq yerisiniz və insanlar sizə yaxınlaşırlar. Məsələ ondadır ki, hal-hazırda son 3 ayda Azərqazda deməli, struktur dəyişikliyi adı altında attestasiyalar gedir və bu attestasiyalarda insanları deməli, köhnə işçiləri, köhnə deyəndə yəni uzun müddətli işləyən işçilərin əmək hüquqları tapdanılır və insanların əmək şəraiti dəyişdirilir. Burada məsələ nədir? Deməli, Azərqaz özündən bir komediya, yəni təşkil edib, tamaşa fason bir şey təşkil edib. Bu nədən yarandı birdən-birə? Belə bir attestasiya eləmək, hardan ağıllarına gəldi? Deməli, elə bil ki, fevral ayında artıq Azərqazda bir dəfə attestasiya olub və işçilər hamısı həmin bu imtahanlardan keçiblər. Yəni, ildə bir dəfə olur o attestasiya, yoxsa həmişə ildə 2 dəfə olur? Bəli, ildə bir dəfə olur. İldə bir dəfə olur? Bəli, olur. Azərqaz buna, deməli, Əmək Məcəlləsinin 215-ci maddəsi ilə belə bir don qeydirir ki, güya bu bizim bizə lazımdır. Yəni, bu təhlükəsizlik qaydalarına riayət olunur deyə biz bunu eləyirik. Amma məsələ ondadır ki, həmin bu attestasiya vaxtında insanlara təkid olunur ki, sən get ərzöyə yaz, səni bu işdən çıxardırıq. Təklif belə təklif olur. Bəli. Attestasiyadan qabaq yoxsa sonra? Yox, əvvəl deməli aprel ayının əvvəli insanlara işçilərin çoxunu çağırdılar rəhbərlik. Dedilər ki, özün öz soruşunla ərizə yaz ki, tutaq ki, mənim dərəcəm aşağı düşmək şərti ilə, yenə deyirəm. Dərəcə həm də puldur da, o maaşın üstünə əlavə. Əlbəttə ki, puldur. Mən dərəcəm aşağı düşmək şərti ilə xahiş edirəm məni başqa bir şöbəyə keçirdin. İşçilər buna razı olmadığı... İşçilər deyəndə yəni, nə qədər adamdan söhbət gedə bilər burada? Təxminən, məsələn, bizə yəni bizim ictimai təşkilatı müraciət edəndə 6 nəfərdir. Amma yəni mən özüm həmin o kollektivin içindəyəm deyə, mən gözəl bilirəm ki, ən aşağısı burada bir 1000 nəfərə yaxın insan. 1000 nəfərə yaxın insan var. Vay. 1000 nəfəri işdən çıxardırlar. Başqa şöbə hardan tapırlar? Yoxsa bunlar yerinə dəyişdirirlər? Sadəcə onlara yerin dəyişirlər. Amma yer dəyişmə necə aparır? Əsas o ərzə lazımdır ki, ya mən öz ərzəmlə işdən çıxıram. Bəli. Məsələ ondadır ki, insanların, yəni işçilərin çoxu müddətsiz əmək müqaviləsi ilə işləyirlər və bunları da təkid edirlər ki, sən ərzəvi yaz, biz səni çıxardırıq buradan, başqa bir şöbəyə keçiririk. Orada səni bir illik müqavilə ilə götürürük. İşçilər buna razı olmur. İndikində nə qədərdir bəs müqavilələr? Müddətsizdir. Müddətsizdir, bəli. Orada keçirdilər artıq müddətliyə. Bəli. Vay dədə, bu hamının başına boyun açırlar. Deməli, məsələ nədir? Yox, əmək müfəttişliyi yoxdur ki. Əmək müfəttişi, üzr istəyirəm, ölüb. Ölüb, yox, belə bir qurum yoxdur. Deməli, mən burada bir sənəd oxumaq istəyirəm. Deməli, bu ilin aprel ayında Azərqazın işçilərinə əmək müfəttişliyinə müraciət olunub ki,
yersiz bu attestasiyanın qarşısı alınsın, yer dəyişmənin qarşısı alınsın. Mən cavabı oxumaq istəyirəm bir kəlmə. Rüfət Əliyevin imzası ilə. Deməli, cavabı oxuyuram. Tələb olunan sənədlərin təqdim olunması Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərqaz İstehsalat Birliyi tərəfindən təmin edilmədiyindən müraciətiniz araşdırılmamış başa çatmışdır. Təsəvvür edin ki, dövlətin adını daşıyan və Azərbaycanda əmək bazarına nəzarətə götürməli olan yeganə bir qurum bu günləri Dövlət Əmək Müfəttişliyidir və Dövlət Əmək Müfəttişliyi öz acizliyini vətəndaş qarşısında boynuna alır, vətəndaşa sənəd verir ki, mən Azərqaza məktub göndərmişəm, sizin də yəni şikayətlə bağlı, imtahanla bağlı. Azərqaz məni üzr istəyirəm, adam yerinə qoymayın. Əslində yoxlamaya getməlidir. O şikayəti aldısa, dərhal yoxlamaya getməlidir. Yerində yoxlamalıdır ki, həqiqətən də bu işçilərin hüquqları pozulmur. Siz niyə bu müddətsizdən müddətliyə keçirsiniz? Bu çox ciddi məsələdir. Bunu da dedim ki, iş yerlərinin payının çox olmasını göstərmək üçün əslində bu məqsəd bu. Bəli, bu ondan əlavə, bundan əlavə. Yəni bu insanları alladırlar ki, yəni təkid edirlər ki, güya sən imtahanını keçmədin. Yəni gedənlər var da, sən imtahanını keçmədiyinə görə biz səni belə deyir, başqa yerə keçirdik. Yəni bu bizim hüququmuzdur. Amma məsələ də ondadır ki, şəxsən mənim əlimdə siyahı var ki, imtahanda iştirak eləməyən şəxslər var. Yəni ümumən iştirak eləməyib də bu şəxs. Bu adamın adına Azərqazda imtahan vərəqi yazılıb ki, güya bu adam imtahanda iştirak eləyib və pis qiymət alıb. Təsəvvür edin ki, 37 ilin işçisidir. 2 ay pensiyasını cəmi 2 ay vaxt qalıb. Bu adamı yalanda sənəd hazırlayıblar ki, güya bu adam imtahanda iştirak eləyib və imtahanda keçmədiyinə görə bu adam növbəli iş rejimindən bu adamı göndərirlər 8 saatlıq iş rejiminə başqa bir rayona. Yəni bu insan pensiyaya çıxan ayıbdır, vicdan haqqı ayıbdır. Bu açıq-açıq dələduzluqdur da. Bilirsiniz, yəni bu bir yana, yenidən bilirsiniz, yəni qanun pozuntusu hər bir dövlətdə olur da. Sadəcə olaraq bizim bu pozuntunun qarşısını alan bir strukturlar var da. Bu hər bir yerdə var. Yəni ki, üzr istəyirəm, caninin qarşısını polis alır, nə bilim, qatilin qarşısını prokurorluq alır, belə də. Amma Azərbaycanda əmək qanunvericiliyində olan problemin qarşısını heç kim almır. Heç almaq da istəmirlər. İstəmirlər. Nə lazım? Mən burada xahiş edirəm. Gedib hesablarını Allah cəhəllə otula yerə. Mən burada yəni həmin o qanunları səsləndirəcəm ki, qoy bütün izləyicilər bilsinlər. Mən Əhməd bəy çox xahiş edirəm, bir haşiyə çıxacağam buradan. Bizim bir yaxın adamın işçisi həqiqətən də işə gəlmirdi, getmirdi, biraz da problemi var idi, uzaqlaşdırıldı işdən. Gedir əmək müfəttişliyinə müraciət edir. Ta əmək müfəttişliyi onların başına bir oynaşdı ki, inan ta peşman olmuşlar. Əllərində bütün sənədlər verir, qanunudur, hər şey. Amma belə məsələlərdə əmək müfəttişliyi param, lalam. Elədir də. Mən yoxam. Birisi burada belə bir şey var. Deməli, qanunda göstərilir ki, attestasiyanın keçirilmə qaydaları var. Bu Nazirlər Komitəsinin 2001-ci ildə 97 saylı qərarında attestasiya keçirilmə qaydaları var və bu qaydalar yerinə yetirilməyən İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə bunlar yəni cərimə olunmalıdırlar. Yəni bu günləri yəni İnzibati Xətalar Məcəlləsi ilə adi bir sürücü yolu düz keçməyəndə və yaxud yolu düz saxlamayanda o dəqiqə o cərimə olunur. Amma niyə görəsə belə deyir, kütləvi şəkildə insanların əmək hüququ pozulanda heç kimin yadına düşmür. Başa düşmürlər ki bunlar. Bunlar başa düşmür ki bu günləri həmin o hüququ pozulan şəxs 2 gündən sonra bizdə küçədə olacaq o şəxs. Yəni o insanlar etiraz aksiyası keçirə bilərlər, o insanlar gedərlər başqa təşkilatlara müraciət eləyərlər. Onlar bilirlər ki, bizim cəmaatda o şey yoxdur, ona görə rahatlar, problem yoxdur. Yox, məsələ onlar bilirsiniz, bizim cəmaatda siyasi mövqe yoxdur, düzdür. Yəni hər hansı burada siyasət yoxdur ki, siyasi mövqe qoyur. Hökumətə gəlmir ki, etiraz eləməlidir ki, qardaş, mənim kütləvi şəkildə 1000 nəfər adamı çıxardılar, düzdürmü? 1000 nəfər çıxmalıdır Azərbaycan qazın qabağına.
və etiraz eləməlidirlər. Bunun siyasətə nə daxlı var ki? Bizdə o məmurlar bilir ki, siyasi mövqe olmadığına görə insanlar siyasəti görə küçəyə çıxmayacaq. Bunu qoyduq qırağa. Sadəcə olaraq bu günlər insanları məcbur eləyirlər ki, bunlar insanlar çörəyə görə küçəyə çıxsınlar. Onu da bilirlər ki, çıxmayacaqlar. Yox, eləyəcəklər. Eləməyəcəklər. Valla mən sizinlə mübahisə edirəm, özdə məşləgələrim eləməzlər. Orada 1000 yox, Azərqazdan 5000 adam çıxarsınlar, həmin adamlar əgər çıxıb başlarını sağ-başa rahat şəkildə yeyib evlərində yeyib yatmasalar mənə nədirsiz deyil. Etiraz eləməyəcək. Məsələn, bu günləri həmin o şəxslərdən artıq bir neçəsi deməli Həmkarlar İttifaqına, yəni Azərqazın Həmkarlar İttifaqına müraciət ediblər ki, biz həmkarlardan çıxırıq. Və onların müraciətinə görə bu günləri tez tələsik Azərqazın Həmkarlar İttifaqı tez tələsik bir iclas keçirib və bu günləri həmin o şikayətçilər iclasda olublar. Orada mənə zəng vurdular ki, iclas keçiriblər ki, nə edirsiniz eləyin, niyə görə siz bizdən Həmkarlar İttifaqından çıxmaq istəyirsiniz? Məsələ ondadır ki, əmək bazarına iki qurum, yenə deyirəm, dövlət tərəfindən əmək müfəttişi və qeyri-dövlət təşkilatı kimi Həmkarlar İttifaqı nəzarət etməlidir. Və bu günləri hər iki tərəf, yəni Həmkarlar İttifaqı, konfederasiya başı qarşı Putyovka alverinə, yəni bir dənə müəssisədə gedib monitorinq aparmır. Dövlət əmək müfəttişi heç nə. Onlar ümumən üzr istəyirəm, o altına yumurta yığmış toyuq kimi oturublar idarədə. Küt yatıblar. Hə, oturublar idarədə, idarədən bayıra da çıxmırlar. Müraciət eləyəndə yəni deyirəm, baxın o vətəndaşa dövlət strukturunun vətəndaşa verdiyi, yəni deyirəm, acizyanı bir cavab deyə bu ki, mən müraciət eləmişəm başqa bir quruma. Onlar bizi saymadığına görə, bizi cavab vermədiyinə, ay vətəndaş Bəs sən nədən ötürürsən onda? Özəl şirkətləri çöktürməkdən, eləmi? İndi bax belədir də. Mən burada üzümü həmin o Azərqazı işçilərini tutmaq istəyirəm ki, sizin əgər hər hansı bir imtahanla sizi təkid edirlər, sizə ayaq basırlar ki, yəni müqaviləni dəyişin, eləməyin. Çünki niyə görə? Yenə deyirəm, imtahan prosesi, Azərqaza gedən imtahan prosesi Nazirlər Komitetinin qərarının əsası verilən qərarına görə legitim sayılmır. Yəni bu qayda pozğunu olduğuna görə Mülki Məcəllənin 137-ci maddəsinin 1-ci bəndinə əsasən etibarsız sayılır. Orada göstərilir ki, qanun pozuntusu ilə aparılan bütün müqavilələr etibarsız sayılır. Və bu günləri əgər sizə Azərqazın işçilərini kimsə rəhbərlik tərəfindən deyirsə ki, yox sən üzrə pis cavab vermirsən və yaxud cavab verməmişsən və o insan özünə arxayındırsa, onlar müraciət eləsinlər Azərqaza ki, imtahanın əgər həqiqətən imtahan qanunudursa, imtahanın protokolunu alsınlar oradan. Vermirlər axı, Əhməd bəy, heç nə vermirlər. Şikayət eləyəcək qurum yoxdur deyən. Vətəndaşın haqqını çox rahat şəkildə tapdalayırlar. Tapdalı vətəndaşın yeganə yolu qalır məhkəmə. Nə məhkəməyə verir ki, məhkəmə də onun xeyrinə qərar verir da. Yox, məhkəmələrdə son vaxtlarda verilən mən qərarlara baxıram, dəhşətə gəlirəm, mən. Mən elə deməzdim, son yenə deyirəm 6 ay ərzində məhkəmə Azərqazın ziyanına deməli 2 iş çıxardı, ali məhkəmədə çıxardı və 2 nəfər Qarabağ əlili. O Qarabağ əlili olduğuna görə bəlkə onlar yerdə qalan cəmaət ola bilər. Baxın, bu təhdidin əslində niyə bunlar təhdid eləyirlər və cəmaətin qorxma səbəbi var. Cəmaət durduq yerdə qorxmur. Bəzən qınıyıram, mən də qınıyıram ki, eləyin, mübarizə aparın, onu eləyin, bunu. Amma vətəndaş Azərqazda işləyir, 600-650 manat maaş alır. Bəli. Yəni bəziləri 1000 manat alır, 1500 manat alır. Nə? Ən azı evə çörək aparmağa bir pul var. Bəli. Və bunun alternativ iş yeri yoxdur. O bilir ki, sabah desələr bura müqaviləni imzala, ərzəni yaz, daha doğrusu işdən çıx. Bu çıxmasa, bunun üzrə bir nəfər, o yanından bir şərəfsiz tapacaqlar, bir ləyəqətsiz tapacaqlar, gəlib o üzrə duracaq. Onu orada 70 ilə, nə ilənsə bir şeylə çıxardacaqlar. Çıxardandan sonra bu qalacaq küçədə. İş axtarınca, tapınca, arvad, uşaq hamı qalacaq aç. Yəni, bir deyək ki, yuxarı tüpürür, bu aşağı tüpürür saqqal. Qalıb ortalıqda vətəndaş. Bilmir ki, neynəsə, həmən alternativ iş yeri olsa, qazda el elədir, deyək, qardaş, bir sən nə var? Sən iş ud istəmirəm, xoş getdi. Ki, filan zavodda girib işləyərəm, nə nağdı? Rahat şəkildə gedib zavodda işləyər, bu idarə müdürləri də
Vətəndaşa hüquq eləyə bilməzlər. Bu gün alternativsizlik var deyə hüquq eləyirlər. Çox rahat şəkildə istədikləri o çirkin əməllərini həyata keçirdirlər. Başa düşürəm. Məsələ ondadır ki, alternativliyi yaratmaq bir cəmiyyət kimi bizim öz boynumuzdadır. Yəni biz özümüz bunu tələb eləməliyik. Məsələn, mən sizə bir şey deyim. Deməli, Şamaxı rayonunda bir neçə adamı, təxminən 100 nəfərə yaxın adamı dost xidməti müqaviləsini pozdu. Yəni yarımçılıq olaraq müqaviləni saxladı. Həmin adamlar işdən çıxartdı, yerindən olan yerinə başqa adamları götürdü və hesabat dövlətə yalanlı hesabat verdi ki, Şamaxı rayonunda yeni iş yerləri. Bu söhbət ondan gedir elə. Həmin şəxslər, həmin o çıxan şəxslər, yəni deyim, o lazım yerlərə müraciət edirlər və hazırlaşmışlar ki, Bakıda gəlsinlər sosial müdafiənin qarşısında aksiya keçirsinlər. Sadəcə həmin o siqnal lazım yerə çatandan sonra, həmin adamlar sakitcə gəldilər qulağına ki, filan kəs sesi çıxarma, gəl mən səni işlə təmin eləyirəm. Həmin adamların bir hissəsini, əksər hissəsini qaytarılı yerinə işlə təmin elədilər. Yerdə qalan necə oldu bəs? Yerdə qalan sadəcə öz hüququnu tələb eləmədiyinə görə başını saldarca çıxdı, getdi başqa iş talayacaq. Yenə deyirəm, əgər biz vətəndaş öz şəxsi marağına görə dostunun yanındakı iş yoldaşının şəxsi marağını tapdaladı. Tapdaladı. Onun hüququnu tapdaladı o. O müdirlə bu nə fərq var? Burada indi bir qardaşımız qəşəng yazır. Yazır ki, bir dəqiqə görüm necə yazdım, onu oxuyacağım indi. Bu çox qəşəng xoşum gəldi onun yazmağından. Pul verib sürücülük vəsiqəsi alırıq. Pul verib diplom alırıq. Pul verib qiymət yazdırırıq. Pul verib pensiya artırırıq. Pul verib torpaq alırıq. Sonra deyirik ki, ölkədə rüşvət var. Yəni, hər şeyin başlanğıcı mənbə özümüzük. Əlbəttə özümüz. Mənbədən lil su gəlir deyən, sənə yığılan suda lildir, qardaş. Başa düşürəm. Yəni, bizim istehsal elədiyimiz var, biz zay məhsul istehsal eləyirik bir xalq olaraq. Ona görə bizim istehsal elədiyimiz gözümüzün qabağında nəticəni görürük biz orada. Yox, mən elə demədim. Vüqar müəllim, məsələn, siz də özünüzü götürək, düz deyil. Mən azdan çoxdan belə edəm də. Yəni, siz əgər özünüz, yəni siz bu günlər rüşvət almışsınızsa, sizin buradakı kollektiv də rüşvət almayacaq. Düz deyil. Eyni ilə də siz əgər öz vətəndaş mövqeyinizi çıxıb hardasa bildirirsinizsə, düz deyil. Sizin işçiniz də sizə arxayın olaraq vətəndaş mövqeyini bildirir. Artıq yəni bu günlər bu kollektivdə sizdə 5 nəfər şəxs öz vətəndaş mövqeyini bildirir də və heç nədən də çəkinmir, düz deyil. Və biz bu günlər biz özümüzə deyirik, yəni xalqı günahlandırmaq asan. Mən bütövlükdə xalqın hamısından söhbət eləmirəm, yəni bir mübarizə aparan insanlar, o ailələr o daxil deyil. Böyük əksəriyyətimiz bir-birimizin haqqını yeməkdən yana növbəyə dururuq. Böyük əksəriyyətimiz. Çox təəssüf. Bazarda aldadırıq. Aldadırıq. Dükanlarda aldadırıq. İş yerlərində aldadırıq. Harda aldatmırıq? Restoranda aldadırıq. Kafedə aldadırıq. Harda məktəbdə aldadırıq, universitetdə aldadırıq. Hər yerdə aldadırıq da. Əhməd bəy, niyə biz bunu danmalı deyirik ki? Yox, danmırıq. Məsələ ondan bizi aldadan varsa və biz bu aldanmağı boynumuza alırıqsa, onda sizliyə razıyam mən. Amma məsələ ondadır ki, bizi aldadırlarsa və biz aldanırıqsa buna, burada günah bizdədir, yəni bizi aldadanda yox. Üzr istəyirəm, bu təbiət qanunları var və təbiət qanunlarına görə doğuşan gəlib canavarı meşədə soruşmur ki, ay canavar, sən niyə görə ət yeyirsən? Çünki bu təbiətin qanunudur. Və bu günlərdə biz əgər kimsə cinayət eləyirsə, hansısa bir qanunu pozursa, biz ona qarşı mübarizə aparmalıyıq. Yəni biz gəlib onu deməməliyik ki, sən niyə görə bunu eləyirsən? Biz hər birimiz onun naturası belədir. Həzrət Əlinin çox gözəl bir kəlamı var, çox gözəl bir sözü var. Deyir ki, əgər məni bir dəfə aldatdılarsa, Allah şeytana lənət eləsin. İkinci dəfə məni aldatdısa, eyni adam. Allah o adama lənət eləsin. Üçüncü dəfə məni aldadısa, Allah mənə lənət eləsin. Yəni bizim hər birimiz bu prinsipinə eləməliyik, baxmalıyıq, yanaşmalıyıq hadisələrə. Əgər biz 3 dəfə aldanırıqsa, Allah bizə lənət eləsin. Niyə? Çünki biz gözümüz görə ki, 2 dəfə bu adam bizi aldadıbdır, 3-cü dəfə yenə aldanırıq. Və haqqımızı istəmirik. Haqqımızı istəmədiksə də əlimizdən haqqımızı alandan sağa getdikdə çoxalır. Mən bu səbəbdən də, yəni mən buradan qısada vaxtınızı almaq istəmirəm. Vətəndaşlara müraciət edirəm ki, aldanmayın. Yenə deyirəm, əgər sizi hansısa bir imtahanla və nə iləsə sizi
sizə təkid edilirsə bilin. Yenə deyirəm, Nazirlər Kabinetinin qərarına və Əmək Məcəlləsinin 65-66-cı maddələrinə görə, yəni açıb internetdə oxuyun. Yəni buna görə böyük bir elm lazım deyil. Bu maddələrə görə əgər sizin o imtahan prosesi, yenə deyirəm, mülki məcəlləyə görə də əsaslanaraq imtahan prosesi qeyri-qanuni sayıldığından, yəni siz fikir eləməyin ki, deməyin ki, ha, yox, mən imtahanı yaxşı verməmişəm, müdür deyibsə, mən keçim. Yox, elə deyil. Hüququnuzu qorumaq üçün müraciət eləyin. Yenə deyirəm, Allah'a şükür, Azərbaycanda deyir, o insan olmayan məmurlar da var və öz vəzifəsinə yəni, normal yanaşan məmurlar. Layiqincə var, ləyaqətli insanlar da var, əlbəttə var. Hə, və ləyaqətli məmurlar da var. Çəkinməyin. Hüquqlarınızı qorumaqdan çəkinməyin. Mənim dediyim başqa şeydir. Əhməd bəy, mən deyirəm ki, 1000 nəfərdir. Bu 1000 nəfər aralanarsa bir-birindən heç nəyə nail olmazlar. Bəli. 1000 nəfər bir yerdə olarlarsa və dövlət də görər ki, rəhbərlik də görər ki, qardaş, orada aşağıda çox ciddi qanun pozuntuları baş verir. Və orada dərhal reaksiya verir onu. Burada bizim insanlar deyəndə ki, şeylər, etiraz edən, elə bilirlər biz deyirik ki, gedin çıxın kütlələrə istefa qışqırır və yaxud da gedin polislə, prokurorla onunla savaşın. Yox, qardaş. Dil yoluna mübarizə aparmaq üsulları var. Əlbəttə. 1000 nəfər birdən məhkəməyə müraciət eləsin. 1000 nəfər eyni işlə bağlı. Valla inanırım sizə ki 10 nəfər də eyni vaxtda gelib eləsə təsir olur. Görün nə baş verəcək bir məhkəmədə. Məhkəmə iflic olacaq. Məcburdur məhkəmə müraciət eləsin rəhbərlik, rəhbər də müraciət eləsin yuxarıya ki, bu dağılır bura. Amma biz onu eləmirik. Mətbuata çıxmırıq. Bizim sosial şəbəkələrə çıxmırıq. Bizim birləşmə psixologiyamız məhkəmələrə getmirik. Şikayət eləmirik. Heç nə eləmirik, otururuq, gözləyirik. Bura gəlirlər, and olsun Allah. Elə adamlar var ki, deyir ki, belə bir məsələ var. Bunu təcili işıqlandırıcı, çox vacib məsələdir. Deyirəm ki, bu sənin məsələn deyil. Deyirəm ki, çıx efirdən danışdı, belə mənim adım olmasın. Deyirəm, sənin adın olmadı. Niyə? Deyirəm, mən qorxuram. Deyirəm, sən qorxsan, mən qorxmuram. Sən insansan, mən insan deyiləm. Yox, ondan başqa məndən soruşmazlar ki, sənə xeyir Sən xeyir olur. Xeyir olur. Ölkətin haqqını müdafiə edirsən. Yəni, belə dəhşətli bir vəziyyətdə. Amma neynəm olan, hər bir halda yəni, biz mübarizəmizi aparmalıyıq və bir insan kimi öz vəzifə borcumuzu, öz vətəndaş kimi öz vəzifə borcumuzu yerinə yetirməliyik. Bu qədər. Oldu, təşəkkür edirəm. Mən sizi yola salım, Əhməd bəy. Mən də Əhməd bəylə tam şəriyəm və hər kəsə çağırış edirəm. Qardaşlar, 2 qurbağanı salarlar bir süd bankasının içərisinə. Salarlar qurbağaların ikisini süd bankasının içərisinə. Qurbağalardan